Bəzi insanların hər sözü səni narahat edir. Desin də, bu da narahat olur. Bir dənə təmsil deyim sizə, təmsil. Deyir ki, ağcaqanad gəldi, yekə bir ağacın budağına oturdu. Böyük bir ağacın budağına oturdu. Uçmaq istəyəndə qayıtdı ki, möhkəm deyən uçuram. Ağac dedi ki, sən qonanda hiss eləmişdim ki, uçmağı da hiss eləyim. Bəzi adamlar səni narahat eləməz. Hər qınaq səni narahat eləməməlidir ki. Demirəm, heç kimə cavab verməyəcəksən. Amma başı qaçsın elə bütün gün cavablara böyük işlərdən qalacaqsın. Məsələ bu. Əzuməl xaliq fi ənfusihim. Allahın əzəmətini canları ilə duyurlar. Və səğrə ma dunəhu fi əyunihim. Başqaları gözündə bu mənada kiçilib, hansı mənada izah edirəm? Yəni, insanların kindən doğan, yalancı, qınaqları o ruhdan salınır. Qüdrət və izzətin Allaha məxsus olduğunu görür. İnnəl izzətə lillahi cəmiən, innəl quvvətə lillahi cəmiən. İzzət də sənə məxsus, qüdrət də sənə məxsus. İnsan, bax, bu ayıl